Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Xırdalan dairəsindən Binəqədi Sentral gedən yolun üstündə 3 sot torpaq sahəsində 2 mərtəbə 5 otaqdan ibarət şəxsi tikili həyət evi çıxıb satışa. Həyətinə baxaq. Evin hər tərəfinə keçmək olur. Bar verən meyvə ağacları da var həyətdə. Evin arxa hissəsinə baxaq. Evin domofonu var, kamera sistemidir. Evin hər tərəfinə keçmək olur. Hündür bir yerdə yerləşir. Evin ilkin qiyməti təyin olunub 185 min manat. Real alıcı olsa qiymətdə endirim olacaq. Maraqlanmaq istəyənlər səhifədə nömrə var. Əlaqə saxlaya bilərlər. Evin bələdiyyə sənədi də var. Asan xidmətdən arxib arayışı da var. Bura birinci mərtəbədə qonaq otağıdır. Geniş qonaq otağı var. Birinci mərtəbədə yataq otağıdır. Yataq otağı da iri yataq otağıdır. 4,5-6 metrəyə yataq otağıdır. Qonaq otağına baxaq. Mebellər də yığılıdır. Satışdan sonra qalacaq. Birinci mərtəbənin sanitar qovşağıdır. Sanitar qovşaq da genişdir. Qalxaq ikinci mərtəbəyə. İkinci mərtəbədə 3 geniş yataq otağı var. İkinci mərtəbənin dəhlizi. Bura yataq otağının biri. Bura ikinci yataq otağı. Yataq otaqları da çox genişdir. Burada üçüncü otaqdır. İstirahət otağı kimi istifadə olunur buradan. Bura bağlı balkonudur buradan. Yataq otağından balkona çıxışı var. Bağlı balkondur. Əgər sizin də saçlama makiniz varsa bizə müraciət edin. Qısa zamanda saçına kömək edək. Buradan balkon da var. Balkona da çıxmaq olur buradan. Göründüyü kimi hündür yerdə yerləşir ev. Çırağan Şallıq evinə yaxındır. Bura isə ikinci mərtəbənin sanitar qovşağıdır. Sanitar qovşaq da genişdir. Kanalımıza abunə olmayı unutmayın. Kanalımıza abunə olun ki, yeni evlər satışa çıxanda xəbəriniz olsun. Sağ olun, bu qədər.